Salam, hara gedək verilişi bu dəfə Bakı ətrafında yerləşən ən görməli, ən maraqlı yerlərini sizə göstərəcəyik. Mən də sizi salamlayıram. Mən elə bilirdim ki, Azərbaycanımızda, Bakımızda çox yer görmüşəm, amma görməmişəm sən deməyəsən. Sən çoxdanın görməmişsən, Ay qız, bir dəqiqə dayanda heç bilmədim nə danışam. O günləri konserner ustasına zəng vurdım ki, gəl konserner düzəlt, motorla uğrada veriliş aparıq, nə konserner, nə konserner? Hə, onu deyim ki, ona görə də biz qərar verdik ki, hara gedək? Gəlmişik Balıqgöl istirahət mərkəzinə. Getdi. Bakızi şəhər mehriban diyar, sinəmdə boyatıb oldum bəxtiyar. Səndə ilk eşkimin yadigarı var. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən. Gözəl Bakı. Otur, otur. Gör sənin üçün nələr almışam. Sumkanı aç bax. Sən Allah. Ay Amir, boşdur zəmbilin içi. O qədər pul xərclədin ki, qurtardı pulu. Amir, sənin bu fırıldaqlarını çox yaxşı bilirəm. Bax, orada gözəl bir restoran var. Gedək səni orada mələdəcəm. Dur. Şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən, gözəl Bakı. Gəlmişik hara? Balıqgöl istirahət mərkəzinə. Mən özüm balıq tutmağı xoşlayan adamam. Gəlmişəm qəşəng sazan tutmağa. Sən balıq tuta bilirsən? Az mən tutmuşam da bu boyda balığı, çoxda. Yavaş ol, sümüyü boğazında qalar. Elə də gəl bu tərəfə, o tərəfə hara gelsən. Elə danışa gör, sümüyündə var. O qədər böyüdü ki, bura adam bilmir hara getsin. Bax, bu gözəllikdə yeri qoyub, mən aparırsan uzaq rayonlarda pul xərclətdirsən. Bezdim da sənəndən. Amir, sən ki elə pul deyə, adama qalan elə istirahətdir. Gəl getdik, gəl. Amil, bir saatdir burada oturmuşuq, bir dənə balığı tuta bilmədin. Ay qız, sənin dırıltın qoydu ki, balıq tutum. Balıq səssizliyə gəlir, mumula da, mumula. Hə, yaxşı da, niyə səbirləşsən, tut da. Ay, tuttum, yaxşı. Gəl. Balıqgöl istirahət mərkəzində uşaqlar üçün yüksək səviyyədə atraksiyon da salıblar. Onda bir dənə buradan sürüş. Boy, az bu nə danışıqdır? Mənlə niyə belə danışsan? Onu demirəm, deyirəm yəni buradan sürüş. Gəl bir yerdə sürüşək. Sən Allah, sən sürüşmə, sənə tutucu. Yavaş ol ha, getdin. Yavaş. Əməli başda sürüşə bilirsən. Gedək ata minək. Balıqgölə gələndə özünüzlə samavar, manqal, kabab bişirməsi, kömür, hər şey gətirsəniz də. Gətirməsəz, bax burada gözəl bir restoran var. Gəlirsiniz burada, yeyirsiniz, içirsiniz, keyf edirsiniz. Bizi kimi. Gedək keyf eləyək. Sən Allah. Gedək də, onda nədir yapmışsan? Gedək də. Gedək. Ay qız, bax, sana söz vermişdim ki, bu ayın maaşını alan kimi səni aparacam balıq yeməyə Dübəndi Qaya restoranında. Gördüm də, bayaqda balıq tutmuşdun, əlindən sürüşdü, getdi. Bura bax, özdə buradakı balıqları sən hər yerdə yediyin balıqlarla səhv salma, ha? Bilirəm, burada bir dənə balıq lüləsi verirlər. Gəl gedək.
Gedək. Gedək yeyək. Gedək. Bilirsən necə dadlıdır. Amil, Qaya restoranında balıq lüləsinin dadını heç bir restoran verə bilməz. Özü mən balıq sevmirəm. Bu restoran məni sevdirdi də buranı da. Əladır. Ay qız, lüləni döyməni bildim qəşəkdir. Amma bunun kotleti bir başqadır da. Mən çox restoranda yemişəm. Amma bu Dübəndədəki balıqların dadı tamam başqadır. Dolması var, təndirdə var, sacda var. Necə deyərlər, mangalda var, batlıdır da, nuş elə. Nuş elə, sən də nuş elə. Bal deyib, bal. Amil, deyəsən yadından çıxdı demədin. Buranın ən özəl yeməyi kartoşkanın göbələyidir. Bir dadına bax gör nətərdir. Mən niyə bilməyim? Mən 50 dəfə gəlib burada yemişəm bunlardan. Elə, həbə mən niyə gətirdim? Kimdən gəlmişsən hə? Heç vaxtı o vaxtı. Sənlik deyil, ayrı söhbətdir o. Bu supra balığıdır. O vaxtı Qaradənizdə olanda mən eyni bu balıqdan yeyirdim. Qaradənizdə nə gəzirdi? Görürəm elə qaralmışsan günü-gündən, qaralmış. O vaxt sən yox idin həyatda. Bu. Yaxşı, səndən danışacağam evdə mən. Hə, danış. Adrenalin yaşamaq istəyirsinizsə, Qala Parka gəlin. Bakının ən surətli kvartasikılları buradadır. Doğrudan da Samirə xanım elədir ki var, Qala kəndində, Qala Kvadra Parkda bir-birindən gözəl kvadrasikıllar var. Sürmüşəm özdə. Sən sürə bilirsən? Ay qız, niyə sürə bilmirəm ki? Sən bəyəm sürücülük vəsiqən var? Ona sürücü vəsiqəsi lazım deyil. Yenə başladın deyinməyə. Mən getdim kvadrasikl sürməyə. Hara getdim? Mən itərəm axı, azaram burada. Mərdəkəm, Şuvalam, Qala, Buzovna ərazisindən keçirsənsə, yolun mütləq Ləzizə düşməlidir. Hələ sən onu gör ki, mən o boyda Masazırdan, mən boyda kişi gəlmişəm Ləzizə. Gedək görək nə ləzizlər var burada, gəl. Elə mən də acımışdım, gedək. Sənin elə tox vaxtın olmuyor.
Ay qız, bilirsən nə var? Mən o günləri dostlarımla getdim marketə alış-veriş eləməyə. Hər şey aldılar, amma doya bilmədik də. Yəni çox pulumuz çıxdı, heç nə ala bilmədik. Və neynədir? Gəldim Ləzizə, qəşəng buradan yeməklər sifariş elədim. Şirniyyatlar, zadlar yığdım, getdim bağa. Bağa? Mənsin? Yox, heç çoxdan olub o. Kimdən getmişdin sən Allah? Mən bilirəm kimdən getmişdim, onu demək olmaz. Bu nə danışır? Heç qabağa görüm, bir abır elədim məni. Bax, Samira xanım, gedirik. Sənə bir dənə samavar dəmləyəcəm. Dəniz qırağında özdə gəl görəsən. Həyatın boyu elə çay içməmisən də. Özdə buranın ləzizin şirniyyatları çox dadlı olur da. Gəl alaq gedək. Alaq gedək, seç də ürəyin nədir? Paxlavadan, qozlu, fındıqlı. O qozlu sən həmişə xoşlamısan. O qozludan alarıq bana. Alarıq. Bunlardan da qəşəng Sonra belə. da istəyirəm. Bakımızın, Azərbaycanımızın gəzməli, görməli yerləri çoxdur. Onlardan da biri də bu Şüvəlanda yerləşən Karavan şəhərciyidir. Demək, sizə buranın bütün detalı ilə, adəti ilə göstərməyə gəlmişik. Mən neçə ildir Mərdəkanda yaşayıram, amma buranı eşitməmişdim. Yaxşı ki, buranı tanıdıq və tanıtdıq. Mənim işim elə tanıyıram, tanıtmaqdır. Amma sən çox paxıl adamsan ha. Paxıl olub neynəmişəm, ilk 3 dəfə gəlmişəm, evə qapını bağlamısan, qalmışam çöldə. Gəlmişəm, burada qalmışam. Özdə sizin bağı heçar aparmaq olmur, amma buranı ürəyin istədiyin kimi aparırsan bu karavanı. Elə? Hə. Amma onu düz deyirsən ha. Yeyirsən, içirsən, istifadə etsən, yatsın, qalsan, dincəlsin. Nə gözəl, nə gözəl. Gedək qalaq. Gedək. 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 Bax, görürsən, səhər açılandan səni Bakının ən gözəl, gəzməli, görməli yerlərini aparmışam. Sən də deyirdin ki, hara gedək? Bax, Samavar çayımız burada, karavanımız burada, özümüzdəki Şüvəlan Karavan şəhərciyindəyik. Mən də gedim süfrəmizi hazırlayım, ləziz şirniyyatı ilə. Tez gəl. Get hazırla, ayaqqabı ilə girmə ha içəri. Bəh, deyirəm bu Şüvəlanda. Karavan şəhərciyinin qarşısında samavar çayını dəmləyib, ceyranla oturub yeyib içmədinsə nə ləzzəti var? Ay kişi gəl, hazırdır. Hazırdır, gəlirəm başına dönüm. Salam, xoş gördük sizi qardaş. Sizə əvvəlcə hədiyyəmizi təqdim edirik. Çox sağ olun, təşəkkür ederim. Xoş gördük sizi, sualını ver. Elşən müəllim, necə oldu ki, bu karvan şəhərciyini yaratmaq ideyasına gəldiniz? Mən bunu xarici kanallarda, əsasən də Türkiyədə görürdüm. 2023-cü ildə bu ideya gəldi ağlıma. İlk öncə bir karavan aldım. Başladım belə bir yerdə yerləşdirməyə və gördüm insanların marağı var. Yavaş-yavaş karavanların sayını artırdım. Daha da inşallah artırıb xarici ölkələrdəki kimi karavan şəhərciyi, karavan parkları yaratmaq fikrim var ölkədə. Valla mən sənə deyim, Allah işin avan eləsin. Bax görürsən, adam ağlı ilə iş görüb. 30 ildir mən sağ bir şeyi başa sala bilmirəm. Qardaş, icazə verirsənsə, onda mən gedim, başımı dincəldim, çaydan zaddan içim gedim. Nuş olsun istirahət sizə. edeyim. Biz də sizin qulluğunuzda. Sağ olun. Sağ olun, çox sağ olun. Qonaq eləyərəm sizə. Var olun, sağ olun. Hara qaçdı? Ay, qiyabır elədin məni. Hara?
görməsi, şəhər mənzərəsi, valeh edir hər kəsi. Seyr edək sahili, dalğanın hər səsi, təzənin nəfəsi, səndən bizə söz açır. Gecələr ulduzum, gündüzüm günəşimsən, gözəl Bakı əzəlsən, bugün çox dəyişmisən, bugün Bakı gözəlsən, çox dəyişmisən. Qucaq açıb Xəzər sənə, dəyməsin heç nəzər sənə, səndən ayrı yaşamarı Bakı. Hər qarışın əziz mənə, olsa ayrı bir an belə, biz bu yükü, bu həsrəti daşımarı Bakı. Qucaq açıb Xəzər sənə, dəyməsin heç nəzər sənə, səndən ayrı yaşamarı Bakı. Hər qarşım əziz mənə, olsa ayrı bir an belə, biz bu yükü, bu həsrəti daşımarı Bakı. Qucaq açıb Xəzər sənə, dəyməsin heç nəzər sənə, səndən ayrı yaşamarı Bakı. Ay canım, hər qarşım əziz mənə, olsa ayrı səndən belə, biz bu yükü, bu həsrəti daşımarı Bakı. Biz bu yükü, bu həsrəti daşımarı Bakı. Bugünkü verilişimiz çox maraqlı və gözəl keçdi. Bakı ətrafı gəzməli, görməli, ləzzətli yerləri çəkib sizə göstərdik. Amil, sənə bir sualım var. Biz Hara gedək?